Burada deməli R1, C, bunun quruluşunu belə göstərmək lazım ki, ikiqat rabitəni görək. O, R2 və R2, O, R3 verib. Deyir, X maddəsinin molekulunda 2 pi rabitə var. Pi rabitənin biri var, onsuz da burada görürsünüz. Deməli, turşu tərəfdə bir dənə radikal olmalıdır. Bu da vinil radikalıdır. Deməli, bu vinil radikalı və bu şəkildədir. Bu şəkildə. Deməli, artıq biz bildik ki, R1 vinildir. Cavab deməli, ya B-dir, ya C-dir. Sonra yazır ki, onu əmələ gətirən doymuş bir atom spirtdə 6 atom var. Ümumiyyətlə, spirtlərə deməli, məsələn, metil spirti yazıram. Metil spirtində 6 dənə atom var. Ona görə deməli, R2 də burada bizdə metil olacaqdır. Metil radikalı. Deməli, R2 oldu bizdə metil. Yenə cavab bu olaraq qalır. Burada da biz R2-nin yerinə metil yazacağıq. Sonra deyir ki, X və Y molekuluna, yəni bunda ümumən 7 karbon var. 1, 2, 3, 4, 5, ikisi qaldı. Deməli, bu da onda etil olacaq ki, 7 dənə olsun. Doğru cavab C bəndi olacaq.